Necə ki dedik, ana evladın ki başa salır, bala əlini buna vurma, bu oxdur səni yandıracaq, amma evlad anasının sözünə qulaq asmayıb, gedib əlin vurur bu oda və öz əlin yandırır. İndi burada taksir, günah anadadır, yoxsa evladdadır? Ana ona dedi, ata ona dedi, valideyn ona dedi, başa saldı ki, ey mənim evladım, bax bu oxdur, əlini vurma, günah bu səni yandıracaq. Amma həmən evlad neynədir? Ata və anasının sözünə qulaq asmayaraq, getdi odu götürdü, əlini yandırdı. Burada günah kimindir? Evladındır. Ona görə ki, ata və anasına qulaq asmadı. Allah təbarək və Teala da bizə hər şeyi başa salır, bildirir, çatdırır ki, ey mənim bəndələrim, bax, bu xoşa gəlməz şeylər ki var, sən bu işlər ki var, bunları eləyirsən, bu işləri ki görürsən, gedirsən Allahın haram buyurduğu şeyləri ki eləyirsən, bütün bunları eləməklə sən oda tərəf yaxınlaşırsan. Mən də istəmirəm sən oda gedəsən. Mən istəmirəm sən odda düşüb yanasan, mən səni yaratmamışam ki, səni oda atım, səni odda yandırım. Amma insan neydir? İnsan o həmən uşaq kimi qadağan olunmuş şeylərə meyl edir, elə istəyir ki, ola tərəf keçsin. Allah deyir haramdır, insan deyir ki, nə oldu, hər şey haram oldu.